Müxtəlif işarəli tam ədədlərin toplanması. Məsələn, -6 üzərinə gəl 4. Hər iki ədədin modulunu tapırıq. -6-nın modulu 6, 4-ün modulu 4. Modulu böyük olandan kiçik çıxılır. Yəni 6-dan 4-ü çıxırıq 2. Böyük ədədin işarəsi yazılır. Yəni modulu böyük olan ədədin işarəsi yazılır. 6-nın işarəsi mənfidir. Və ya bu misalımıza baxaq. -3 üstə gəl 5. Burada ikisinin də bunun modulu 3, modulu 5. Modulu böyük olan ədəddən kiçiyi çıxırıq. 5-dən 3-ü çıxırıq 2. Və modulu böyük olan ədədin işarəsi müsbət olduğuna görə cavabımız olur müsbət 2. Və biz də demişdik ki, yəni müsbət işarəsini artıq yazmırıq. Biz o işarəni yazmadan da başa düşürük ki, bu 2 müsbət 2 deməkdir. Gəlin çalışmalarına baxaq. -2 üstə gəl 4. Deməli, bunun modulu 2, bunun modulu 4. 4-dən 2-ni çıxırıq 2. Modulu böyük olanın işarəsi müsbət olduğuna görə cavabımız 2. Burada 4-dən 3-ü çıxacaq 1. Modulu böyük olan işarəsi mənfi olduğuna görə -1. Burada da bunun modulu 1, 5. 5-dən 1-i çıxırıq 4. Modulu böyük olan işarəsinin müsbət olduğuna görə müsbət 4. Yenə 4, modulu 6, 6-dan 4 çıxırıq 2. Modulu böyük olan işarəsi mənfi olduğuna görə cavabımız olur -2. Yəni təsvirlərlə də görə bilərik ki, 4-dən 2 dənə mənfini çıxdıq. Yəni qalır bizdə 2 dənə müsbət. 4 dənə mənfimiz var, 3 dənə müsbəti çıxdıq. Bax, hər mənfi müsbət bir-birini aparır. Bu cütlük hərəsi bir-birini apardı, qaldı təkcə mənfi. Digərində isə cütlük birini apardı, görürsünüz müsbət 4 qaldı. Hər mənfi müsbət bir-birini aparır, yəni əks ədədlərin cəmi 0 kimidir, belə baxın. Bunların da hərəsi birini apardı, yerdə qalır, görürsünüz 2 dənə mənfi. İndi 8. Cəmi tapın və cavabı ədəd oxunda yoxlayın. Yenə bunun modulu 3, 6, böyükdən kiçiyə çıxdıq 3, böyüyün modulu böyük olan müsbət olduğuna görə 3. Burada 4, 5, 5-dən 4 çıxdıq 1, modulu böyük olan ədəd mənfi olduğuna görə -1. 7, 2, 7-dən 2-ni çıxdıq 5, modulu böyük olan müsbət olduğuna görə 5. 6-dan 5-i çıxdıq 1, modulu böyük olan işarəsi mənfi olduğuna görə -1. 7-dən 3-ü çıxdıq 4, modulu böyük olan işarəsinin mənfi olduğuna görə -4. Burada 9-da 13, 7, 13-dən 7, 6 və -6 olacaq. Çünki 13 modulu böyük olan işarəsi mənfidir. 18-dən 11-i çıxdıq 7 və müsbət olacaq. Ondan 2-ni çıxdıq 8, yenə müsbət olacaq. Bunlar əks ədədlərdir deyə 0-a bərabərdir. 106-dan 100-ü çıxırıq 6 və müsbət olacaq. Burada -29-dan 15 çıxırıq 14. 20 və -20-dən 6 çıxırıq 14 və müsbət 14. 13 -25. Cavabımız olacaq -25-dən də 13 çıxanda 12. Burada isə 12-dən 5-i 7 və -7. Və 178-dən 150-ni çıxırıq 28 və -28. Çünki 170 modulu böyük olan işarəsi mənfidir. Təsvirlərə əsasən toplamaya aid misallar yazın, boş xanalara uyğun ədədləri tapın. Burada baxırıq, 60 üzərinə gəl -3. Demək, 60-ın üzərinə -3 gəldi, sola doğru getdi deyə. Burada 57. Yəni, boş xanaya yazacaq 57.
İndi biz burada mənfi 74, mənfi 73, mənfi 72 almalıyıq. Yəni, həm də sağa doğru gedib neçə vahid? 1, 2, 3 vahid. Üzərinə 3 gəldi, oldu mənfi 72. 102-dən sola doğru gedib neçə? 1, 2, 3, 4, 5 vahid. Yəni, üzərinə mənfi 5 gəlirik. 97, 101, 100, 98, 99, 97. Digərində mənfi 61-in üzərinə sola doğru gedib deyə mənfi ədəd gəlib. 1, 2, 3, 4. Yəni mənfi 4. Bu da elədir. Hər ikisi mənfi olduğuna görə toplayırıq. Qarşısına mənfi 65. Sonra yazıb toplamanın xassələri tam ədədlər üçün də ödənilir. Yəni toplananların yerini dəyişəndə cəm dəyişmir. Biz mənfi 4 üzərinə gəl 5-i, bu 5 üzərinə gəl mənfi 4 şəklində yaza bilərik. Və ya qruplaşdırma xassəsi də burada ödənilir. Həm mənfi, həm müsbət ədədlər olarsa, mənfiləri bir qruplaşdırarıq, müsbətləri bir qruplaşdırarıq. Məsələn, bizim misalımızda mənfi 4 üzərinə gəl 7, üzərinə gəl mənfi 6. Mənfiləri bir qruplaşdıraram. Mənfi 4 üzərinə gəl mənfi 6, onda üzərinə 7. Mənfiləri toplayanda qarşısında mənfi yazırdıq. Mənfi 10 üzərinə gəl 7, bu da olacaq mənfi 3. Toplamaların xassələrindən istifadə etməklə cəmi tapın. Burada qruplaşdırma xassəsindən istifadə eləsək, 7 üzərinə gəl, mənfi 5 ilə 5-i qruplaşdırsaq. Mənfi 5 ilə 5 əks ədədlərdir deyə 0, yəni 7 üzərinə gəl 0 bərabərdir 7. İkincidə mənfi 2 ilə 2-ni qruplaşdıraq, üzərinə gəl 4. Bu da 0 üzərinə gəl 4 bərabərdir 4. 8 ilə mənfi 8-i qruplaşdıram. Üzərinə gəl, mənfi 6 ilə də 9-u. Əks ədədlərdir deyə birinci mötərizəmiz 0, böyükdən kiçiyə çıxdıq 3 və müsbət 3. Burada da 3. Dördüncüdə müsbətləri bir qruplaşdıraq. 10 üzərinə gəl 1, üzərinə gəl, mənfiləri də 1, mənfi 5 üzərinə gəl, mənfi 7. Birinci mötərizəmiz 11, üzərinə gəl, ikisi də mənfidir deyə mənfi 12, böyükdən kiçiyə çıxdıq 1 və mənfi 1. 21 üzərinə gəl, mənfi 12 üzərinə gəl 12, o da bərabərdir. 21 üzərinə gəl 0, cavab 21. 18 üzərinə gəl, mənfi 24 ilə 24-ü bir qruplaşdırsaq, bunlar əks oldu 0. 18 üzərinə gəl 0 bərabərdir 18. 7-ci, burada müsbətləri bir qruplaşdıraq. 32 üzərinə gəl 15. Mənfiləri də bir qruplaşdırsaq, mənfi 3 üzərinə gəl mənfi 7. 32 ilə 15. 47 üzərinə gəl, mənfi 10, bu da oldu 37. Digərində 18 üzərinə gəl, 37 qalsın, mənfi 27 ilə də mənfi 10 olur mənfi 37. 37 ilə mənfi 37 əks ədədlərdir. Bunları bir qruplaşdırıram. 18 üzərinə gəl 0, o da bərabərdir 18. Müqayisə edin. Birincisi, müsbət mənfidir deyə böyükdən kiçiyə çıxdıq. 50-dən 30'u çıxdıq 20 və 50-nin işarəsi də müsbətdir, 20 oldu. 21-dən 10'u çıxdıq 11 və işarəsi də mənfi olacaq. Müqayisə etdik, bu böyük.
Əvvəlcə modullarını tapdıq. 2 üzərinə gəl 5 bərabərdir 7. Burada isə ilk öncə daxili hesabladıq. 5-dən 2 çıxdıq 3. 3-ün də modulu 3 və 7 ilə 3-ü müqayisə etməliyik. 7 böyükdür 3-dən. İkinci. Üçüncü. 45, o da mənfidir deyə böyükdən kiçiyə çıxdıq. 125-dən 43-ü çıxırıq. 82 və mənfi olacaq. 127 mənfi 127 əks ədədlərdir 0 və 0 mənfi ədədlərdən böyükdür. Dördüncü. Mənfiləri bir qruplaşdırın. Mənfi 312-nin üzərinə mənfi 14-ü gəlirik. Olacaq mənfi 326. Sonra 326-dan da 72-ni çıxacaq. Yəni üzərinə gəl 72-dir. Böyükdən kiçiyə çıxırıq da. Modulu böyük olandan. Bu da olur 254 və işarəmiz də mənfi. İndi müqayisə edəndə isə deməli sol tərəfimiz oldu mənfi 326, sağ isə mənfi 254, mənfi 254 daha böyükdür. Daha doğrusu elə burada hesablamamışam. Burada bu mənfi 254 bu hissənin cavabı oldu. İndi hələ digər hissəmizi hesablamalıyıq. 91-dən mənfi 21 üzərinə gəl 91. Bunu hesablamalıyıq. 91-dən 21-i çıxdıq. 70. Modul 70-dir. 70 oldu. Deməli, mənfi 254 ilə 70-i müqayisə edirik. 70 daha böyük. 5-ci. Hər ikisi moduldur. 13 üzərinə gəl 13, 26 olacaq. Digərində isə 13-dən əks ədədlərin cəmi 0, 0-ın da modulu 0. Yəni biz 26 ilə 0-ı müqayisə edirik. 26 daha böyük. 6-cıda ayrı-ayrı modullardır. 12 üzərinə gəl 6, 18. Digərində isə modulun daxilini hesablayırıq. Mənfi 18-in modulu da 18. Hər ikisi 18 olduğuna görə bərabər. Səhər Bakıda havanın temperaturu mənfi 3 dərəcə. Qeyd edirik Bakıda mənfi 3. Culfada isə mənfi 6 dərəcə oldu. Culfada oxlar mənfi 6. Günortaya qədər Bakıda temperatur 4 dərəcə artdı. Yəni mənfi 3-ün üzərinə 4 gəlirəm. Olur 1. Culfada isə 8 dərəcə artdı. Yəni mənfi 6 üzərinə gəl 8. Bu da olacaq 2. Günorta harada temperatur daha yüksək oldu? Bakıda yoxsa Culfada? Tapdıq ki 2. Culfada 2, Bakıda 1. Təbii ki Culfada daha yüksək oldu. 14. Dəniz tədqiqatçısı batiskafla 100 metr dərinliyə endi. Yəni bax bu dərinliyə endi. Bu oldu mənfi 100. Dərinliyə deyəndə bilirdik ki mənfi qeyd edir. Mənfi 100. O müxtəlif şəkillər çəkdikdən sonra daha 200 metr dərinliyə endi. Yəni bunun üzərinə daha mənfi 200'ü gəldi. Oldu mənfi 300. Sonra batiskaf 310 metr yuxarı qaldırıldı. Yəni 300-dədir. İndi 310 yuxarı qaldırılıb deyə üzərinə 310 gəlirik. Böyükdən kiçiyə çıxdıq. 10. Böyüyün işarəsi 10'dur deyə qaldı. Cavabımız 10. Batiskafın vəziyyətlərini mənfi və müsbət ədədlərlə ifadə etməklə cavab verin. Birinci, batiskaf ən çox hansı dərinliyə endi? Bu mənfi 300 oldu. Gəminin göyərtəsi dəniz səviyyəsindən hansı hündürlükdədir? 10 metr hündürlükdə. Burada indi hansı dərinliyə endi deyəndə elə 300 metr dərinlik sözü deyəndə də mənfini yazmağımıza ehtiyac yoxdur da.
Yəni dərinlik sözü deyəndə artıq bilirik ki, o mənfidir.